Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən 2026-ya uyğun açılım edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Artıq 2026 yaxındır. Və gəlin baxaq, sizi nə gözləyir. 3 dənə variantdan birini seçirsiniz və çalışın intuitiv seçin, yəni ilk ağlınıza gələni və hissiyatınıza uyğun. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin linki və adı qeyd olunub videomun altında. Yalnızca Instagramdan qəbul edirəm şəxsi açılımları. Gəlin baxaq. Seçiminiz çox vacibdir. Çalışın intuitiv seçin. Deməli, sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən sizə çox gözləmək istəmirəm. Gəlin başlayaq ilkindən. Deməli, burada 2026-cı ildə sizi deməli il boyu başqa insanlarla bağlı çoxlu məsələlər olacaq. Yəni həyatınıza başqa insanların təsiri bol olacaq və həmçinin də başqa insanlardan asılı işlərin bol olacağı bir ay gözləyə bilər. Çünki burada ayrıca sferalara da baxsaq, deməli çoxsu od ünsüründən olan bürclər təsiri ola bilər. Həmçinin də su ünsüründən, deməli od ünsüründən şir, oxatan, qoç ola bilər. Su ünsüründənsə xərçəng, əqrəb, balıq ola bilər. Bu sizin özünüzsünüzsə, xüsusən də deməli su ünsüründənsinizsə, burada sizin özünüzdən də asılı şeylər olacaq, məsələlər olacaq, hansı ki, yalnızca siz özünüz qərar verə bilərsiniz, siz özünüz addım ata bilərsiniz, yəni sizin özünüzdən asılıdır. Demək istəyirəm ki, şəxsi həyatınızda burada deməli distansiyada olan görüşlər ola bilər, həmçinin də misal üçün deyək ki, başqa şəhər, başqa ölkə olan insanlarla görüş ola bilər, belə insanlarla ilişki qurula bilər və həmçinin də deməli əgər hansısa insanla ayrıydınızsa, burada birləşmə ola bilər və birlikdəlik ola bilər, hansıyla ki, ya çoxdan görüşmürdünüz, ya da ayrıydınız hansısa məsələlərə görə və burada yalnızca diqqətli olmağınız gerəkən şeylər, əgər birlikdəsinizsə, burada sizin ikinci yarınız harasa başqa yerə getməli ola bilər, ya da ayrılıq ola bilər. Amma çox vaxtı bu harasa getməklə bağlı ola bilər. Yəni, özünüz hazır deyilsinizsə getməyə, o insan getməyə məcbur qala bilər və ayrılıq ola bilər. Deməli, iş və ya təhsilinizdə burada vurğulamışdım, od ünsüründən olan insanların təsiri böyük olacaq və od ünsüründən və həmçində qarayanız insanlar ola bilər. Qarayanız, yəni saçları, gözləri tünd rəngdə ya da dərisi tünd rəngdə ola bilər. Belə insanlara diqqət yetirirsiniz. Onlardan çox böyük ehtimaldır ki, problemlər ala bilərsiniz. Yəni istədiyiniz kimi getməyə bilər. Həmçinin də deməli evinizdə, ailənizdə burada vurğulamaq istəyirəm ki, xəstəliyi olan yaşca böyük insanlara diqqət yetirirsiniz. Çünki o yaşca böyük insanların deməli xəstəliyi yarana bilər ya da xəstəliyi daha ön plana çıxa bilər. Sizin həyatınızda da təsiri ola bilər. Deməli, işinizdə və ya təhsilinizdə əgər yaşca böyük insanlardan asılısınızsa, onlardan biraz problemlər ala bilərsiniz. Yəni problemli ola bilər.
ilişkiləriniz, ona görə diqqətli olursunuz. Deməli, maddiyyatınızda burada bir neçə gəlir mənbəyi olmağı göstərilir. Yəni, tək gəlir mənbəyinə deyil də, başqa gəlir mənbəyinə də, yəni əlavətən gəlir mənbəyinə yönəlməyinizi tövsiyə edir kartlar. Burada çox böyük ehtimaldır ki, belə imkanlar da yaranacaq, hansında ki, siz bir neçə, deməli, gəlir mənbəyi əldə edə bilərsiniz. Bu artıq sizin özünüzdən asılıdır. Necə siz istifadə edəcəksiniz. Ümumiyyətcə, il boyu çoxlu yeniliklər olacaq. Yəni, bunlar gözəl yeniliklərdir. Yəni, sizin həyatınızı dəyişəcək yeniliklərdir və həmçinin də nəyisə yenidən başlayıb, amma bu, misal üçün də olmuş bir şey, amma alınmamış bir şey, təzədən, amma yeni, necə deyərlər, yeni sistemlə, yeni düşüncə ilə başlamaq, yəni eyni şeyi başqa cürə başlamaq aktual olacaq və həmçinin də deməli nəyinsə silinməyin gözləyirdinizsə, misal üçün hər hansı bir borc ola bilər, hər hansı bir məsələ ola bilər, hansı ki istəyirsiniz ki ləğv olunsun, silinsin, bunlar uğurlu ola bilər sizin üçün. Deməli, burada 2026-cı ildə çoxlu danışıq, kommunikasiya, xəbərlərin alınması, verilməsi olacaq. Yəni təkliyi sevirsinizsə, burada çox da belə bir şey alınmayacaq. Yəni pastayanı, yəni həmişə ünsiyyətdə olmalısınız, kiminləsə danışmalısınız, xəbər alıb verməlisiniz. Yəni belə şey olacaq. Yəni kommunikasiyanı sevməyən insansınızsa, burada sizə biraz çətin ola bilər. Çünki burada kommunikasiya ön plana çıxır və kommunikasiyanın düzgün qurulması çox vacib olacaq. Yəni kommunikasiyada sözlərinizə diqqət yetirin, danışdığınıza diqqət yetirin. Çünki burada sizin diplomatik olmağınız və düzgün ifadələriniz, düzgün danışma tərziniz çox vacib olacaq. Yəni deyə bilərəm ki, ilin ən vacibi bu olacaq. Yəni sizin kommunikasiyanız, sizin xəbərləşməniz, yəni alıb verməyiniz hansısa xəbərləri, bunlar çox vacib olacaq və hər hansı bir xəbər gözləyirsinizsə, onlar aktual, yəni ön planda ola bilər. Yəni elə bir məsələ də yarana bilər ki, bütün il boyu o xəbər sizin ağlınızı, düşüncənizi alacaq və sizin üçün ön planda olacaq. Həmçində bu hər hansı bir çox vacib danışıq ola bilər. Hansında ki siz, yəni bu o qədər vacib olur ki, sizin üçün hansısa ön plana çıxır da, yəni çox vacibdir. Deməli, burada sferalara nəzər salsaq, burada deməli şəxsi həyatınızda bəzi insanlarda belə bir şey ola bilər ki, şəxsi həyat ikinci plana keçsin. Yəni burada işlər və ya dövlət qurumları ilə bağlı işlər ön planda olsun, yəni ən vacibi onlar olsun, yəni iş və hər hansı bir dövlət qurumundan gözlədiyiniz bir məsələ sizin üçün vacib, aktual ola bilər. Yəni bu hər hansı bir deyək ki, sənəd alıb verməyiniz ola bilər, yəni hər hansı bir sənədi gözləyirsinizsə, ya da iş müraciəti edirsinizsə, ya da hər hansı bir dövlət qurumuna müraciət edirsinizsə, bunlar ön planda ola bilər. Bəzi insanlarda bunlar evliliklə bağlı, yəni kimin üçün iş ön planda deyil, çünki fərqli insanlar baxır. Burada həmin bu dövlət qurumuna verilmə ola bilər, kağızın verilməsi ola bilər. Yəni baxın, bəzilərində bu boşanma olacaq, bəzilərində isə bu əksinə evlilik olacaq. Əgər siz misal üçün ayrısınızsa ya da misal üçün də, yəni birlikdə yaşamırsınızsa, burada belə bir şey ola bilər. Həmçinin də ani gəlişmələr ola bilər, hansında ki sizin gözləmədiyiniz ani bir şəkildə nəsə baş verir, hansı ki 180 dərəcə, 180 dərəcə sizin dönüş, yəni fikirlərinizi döndürür, sizin həyat tərzinizi döndürür, yəni şəxsi həyatla xüsusən də bu bağlıdır. Yəni bu çox belə radikal bir şeydir, hansı ki radikal bir şəkildə sizin şəxsi həyatınıza təsir göstərir. Dediyim kimi radikal bir şəkildə bu evlilik də ola bilər, boşanma da ola bilər, nəsə radikal baş verir, hansı ki ani olur və sizin gözləmədiyiniz bir şəkildə baş verir. Deməli, şəxsi həyatdan belə baxsaq budur.
İş və ya təhsilə baxsaq, burada çoxlu görüşlərin və bunlar pozitiv görüşlərdir. Sizə duyğusal, təmin edici his verən görüşlərdir. Hansında ki, siz tam istədiyinizi alırsınız və tam sizə gözəl necə deyirlər, duyğu bəxş edən bir görüşlər ola bilər iş və ya təhsildə. Həmçinin də gözəl perspektivli bir görüşlər baş verə bilər, hansında ki, siz istədiyinizi alırsınız. Buna görə də duyğusal, təmin edici hissiyat alırsınız ki, istədiyim kimi keçdi, istədiyim bu görüş ya da istədiyim hər hansı bir iş və ya təhsildə olan bir görüş. Xüsusən də iş və ya təhsilinizə aiddir. Belə də baxsaq, sizin deməli il boyu nəyisə geridə qoymaq, təzə şeyə yönəlmək aktual ola bilər. Amma bu həmçinin də necə deyirlər, başqa şəhərdə ola bilər, başqa ölkədə ola bilər. Bunlar aktual ola bilər sizin üçün. Yəni hər hansı bir yol vacib ola bilər, uzaq yol, yəni hansısa başqa ölkəyə, başqa şəhərə. Və həmçinin də bu yollar bəzilərində belə bir şey ola bilər ki, gecə vaxtı olunan bir yol çox vacib və aktual olsun. Amma bu xüsusən də sizin maddiyyatınıza yansıyan bir şey olacaq. Yəni deyək ki, həm belə bir şey maddiyat yönümlü ola bilər ki, misal üçün pulları alırsınız uzaq yoldan, başqa şəhərə, başqa ölkəyə getməklə pulu qazanırsınız. Həmçində bu belə yollara xərcləmə ola bilər. Hansında ki, siz misal üçün harasa uzağa getmək istəyirsiniz, təhsil üçün ola bilər ya da hər hansı bir şey üçün. Bu uzaq yola, yəni yaşamaq üçün ya da oxumaq üçün deyək ki, bunlar üçün siz pul xərcləməli olacaqsınız. Bəzi insanlarda bu əksinə alınması ola bilər, yəni yaxşı pulların, yaxşı maddi perspektivlərin bu uzaq yollardan alınması ola bilər. Bu həmçində distant, misal üçün internet üzərindən, başqa mədəniyyət, başqa ölkə ya da sizdən uzaqda, yəni sizin yaxınlığınızda deyil də uzaqda bir yerdən siz hansısa maddiyyat ala bilərsiniz. Burada deməli duyğusallıq ön planda olacaq il boyu. Yəni duyğusallıq sizin hər hansı bir misal üçün narahat olursunuzsa bunu çox dərin yaşaya bilərsiniz bu narahatçılığı və hər hansı bir yaşanılan duyğusallıq il boyu sizə çox dərin təsir göstərəcək. Yəni dərin olacaq o duyğusallıq və həmçinin də siz özünüz biraz şişirdə bilərsiniz. Onu çox dərin və duyğusal yaşaya bilərsiniz. Amma çalışın bunu etməyin, çünki bu yəni zərər verir insanın sağlamlığına və bu dərin duyğuları çalışın biraz tənzimləyin ki, sizin sağlamlığınıza zərər göstərməsin. Deməli, burada sizi çoxlu danışıq, kommunikasiya gözləyə bilər, amma bunlar çox vaxtı çox pozitivdir. Sizin istədiyiniz kimi keçən kommunikasiyadır. Yəni hər hansı bir vacib danışıq ola bilər, vacib bir xəbər ola bilər və bunlar çox pozitiv, çox gözəldir. Yəni sizi duyğusal olaraq təmin edən danışıqdır və xəbərdir. Ön planda olacaq o xəbər və sizə çox vaxtı, yəni o xəbəri yada salaraq ya da o danışığı yada salaraq sizi sakitləşdirə bilər, sizi sevindirə bilər və ön planda olduğu üçün bu sizin hər hansı bir həyatınızda həmişə fırlana bilər. Yəni fikrən olsun ya da həyatınıza real bir təsiri olsun bu danışıq ya da xəbərin, bunlar aktual olacaq. Xüsusən də dediyim kimi çoxlu danışıq, kommunikasiya ola bilər, amma bunlar çox pozitiv, haçan ki yağ kimi keçir. Yəni istədiyiniz kimi keçir. Hətta düşünmədən belə, yəni bəzən olur ki, özümüzü zorlamalı oluruq da, danışıq sırasında biraz kontrol eləməli oluruq, hər sözümüzü ölçüb biçməli oluruq. Burada belə bir şey yoxdur. Burada istədiyiniz kimi danışıb özünüzü ifadə edə bilərsiniz və sizi anlayacaqlar, sizi başa düşəcəklər. Deməli, sferalara ensək, burada deməli sizin maddiyyatınızda başqa insanların təsiri çox vacib və güclü olacaq. Ya başqa insandan asılı olacaqsınız, ya da ki o insandan hansısa bir çox vacib işiniz keçəcək, hansı ki sizə maddiyyat verəcək və bu çox vaxtı bir qadındır və qadın xüsusən də duyğusal, sizə yaxın olan bir qadın ola bilər və həmçinin də deməli
bu qadına xərcləməli ola bilərsiniz. Belə bir şey də ola bilər. Yəni o qadın sizdən nəsə xahiş edir və o qadına xərcləməli olacaqsınız. Çox vaxtı bunlar su ünsüründən olan xanımlar ola bilər. Yəni su ünsüründən balıq, əqrəb, xərçəng ola bilər. Deməli, belə qadınlar duyğusal ola bilər və həmçinin də bu sizin özünüz də ola bilərsiniz. Əgər siz su ünsüründənsinizsə, bu sizin özünüzdən asılı olan bir şey də ola bilər. Yəni maddiyyatınız konkret sizin özünüzdən asılı ola bilər. Deməli, iş və ya təhsildə burada sizin çoxlu ani gəlişmələriniz olacaq. Bəzi şeyləri tutub qopartmaq vacib olacaq. Yəni başqa insanların dediyi ilə deyil də konkret öz istədiyinizi yeritmək məcburiyyətində qalacaqsınız və bunlar sizin üçün aktual və vacib olacaq. Yəni çalışmayın ki, kiminsə o belə deyir, mən də belə eləyim. Yox, burada vacib olacaq ki, konkret siz özünüz nə istəyirsiniz və onu yeritmək vacib olacaq və bununla bağlı məsələlər aktual olacaq. Sadəcə qaçının, yəni misal üçün istəyirsiniz tutub qopartmağı, başqa insanları incitməməyə çalışın. Çünki burada incitmək istəsəniz, burada biraz problem yaşaya bilərsiniz. Yəni istədiyiniz kimi getməyə bilər, yəni çox dirətsəniz, amma çalışın yenə də öz istədiyiniz kimi davranın. Çünki bəzi insanlarda belə bir şey ola bilər ki, onlar anidən buraxa bilərlər kontrolü. Yəni dirədir, sonra anidən buraxır o kontrolü. Belə şey etmək olmaz. Çünki anidən buraxsanız, burada öz istədikləriniz yanda qalacaq və problem yaşayacaqsınız. Deməli, şəxsi həyatınızda burada problemlər yaşana bilər. Bu xüsusən də qarşı tərəfin ya da sizin hansısa pis vərdişlərinizdən qaynaqlana bilər və həmçinin də hər hansı bir görüş və ya masa arxası görüşlərdən, misal üçün birlikdə görüşürsünüz, restoran, kafe olsun, orada problem yaşaya bilərsiniz. Belə şeylərə diqqət yetirin. Qarşı tərəfin pis vərdişlərinə diqqət yetirin. Yəni bunu görməyə bilərsiniz, amma o insan içməyi sevə bilər ya da hər hansı bir pis vərdişi ola bilər. Belə şeyə diqqət yetirin. Deməli, burada həmçinin qeyd etmək istəyirəm ki, deməli, ani bir şey baş verə bilər. Yəni burada ümumiyyətlə ani proseslər çox olacaq. Amma xüsusən də dediyim kimi, burada iş və ya təhsildə və həmçinin də şəxsi həyatınızda ola bilər bunlar. Ani hansısa xəbərlər, ani hansısa